De görüm, niyə kosmosda səs eşidilmir? Çünkü şey, Ay, sağ ol. Kosmos boşluqdur, bəli. Vakuumdan ibarətdir. Yəni səsin də ötürülməsi üçün müəyyən bir mühit lazımdır. Mühit olmadığı üçün ötürülmür, doğrudur. Ceyhun, Ceyhun niyə buz suyun üstündə qalır, batmır? ne zamanlar Buz niyə suyun üstündə qalır, batmır? doğunu da var aslında. Maraqlı sual. Buz suyun maye halından daha az sığa malikdir çünkü. Suyun üstündə ona görə də üzür. Axı suyun sıxlığı 4200-dür. Suyun sıxlığı çox olduğu üçün uşaqlar, buzun sıxlığı az olduğu üçün suyun üstündə üzür. Fatimə Əlizadə. Ben değiştireyim. Fatimə, ildırım niyə əvvəl görünüb, sonra eşidilir səsi? İndim ben ne görünüp? Əvvəl görürük, sonra da səsini eşidirik. Ben birinci öyle sonra sesleştim. Deyirəm də niyə? Çünki işıq səsdən daha sürətlidir. İşıq dərhal gəlir, səs isə gec çatır. Ben Zeynəb Zaman. Zeynəb Zaman. Məryəm Qəhrəmanlı. ben Aha, zaman gəldi. Niyə metal taxta kimi isti və soyuq hiss olunur? ben Niyə metal taxta kimi isti və soyuq hiss olunur? sorunur. Çünkü ben Metal istiliyi daha tez ötürür. Ona görə də əlimizdən istiliyi tez çəkir. Məryəm. Songül sən cavab ver. ben Songül niyə kosmosda çəkisizlik var? sensiz değil. Çəkisizlik, bəli. Əslində orada cazibə var. Amma kosmonavtlar gəmi birlikdə sərbəst düşmə vəziyyətində olurlar. Yusif. Bəli. Yusif. Sən Bəli. bu suala cavab ver. Niyə ildırım ziqzaq olur? Yıldırım zikzak olur. Hı -hı. Çünkü müəllimə yıldırım düşəndə Bəli, elektrik boşalması olanda havada ən asan yol axtarır. müəllimə. Ən asan yol axtardığı üçündür. Bəli. Müəllim elə bir kağabanı yaranda qarşısına elə bir pəncərə çıxır, sonra başqa tərəfə çevrilir. Bəli, ay sağ ol. Asan yol. Müəllim, mən Zəhra Həsənova. Vüqar. Bəli, müəllim. Vay Vüqar. Zəhra, de görüm. Saatdan necə çıxırsan? Uşaqlar qulaq asaq. Buyurun müəllim. Zəhra, niyə vakuumda səs yoxdur? Çünki səs yavaşlayır. Səs dalğası üçün nə lazım idi? Mühit lazım idi da, düzdürmü? Kosmosda səncə mühit var, hava var? Yoxdur. Ona görə də orada səs yoxdur. Səs yoxdur. Aynurə.
Aynurə Əmirova. Tam sonra. Tam sonra. Aha, yaxşı. Atom bombası günəşi partlada bilər. Atom. Bəli, atom bombası. Xeyr, çünki nəyə görə? Günəşin enerjisi daha güclüdür da. Yandıran Daha güclüdür. Ceyhun, müəllimə. Ceyhun səncə kosmosu dağlaya bilərik? Necə müəllimə? Kosmosu dağlamaq olar səncə? Dağlamaq. Ağlamaq, hə. Niyə? Olur. Amma göz yaşları necə olar? Közümüzdən aşan yaşlar yerə dəyəcək. Ay, damcı kimi düşməzlər, üzümüzə yapışıb qalar. Bəli. Fatimə, Baxın necə? Fatimə Əlizadə. Bəli, iştirak. Fatimə, sən də görüm, balon niyə divara yapışır? Məsələn, şar da, yəni saçımıza sürtürük, divara vuruq, yapışır. Müəllim elektriklərdir. Bəli, düzdür. Statik elektrik yükləri divarla cəzb yaradır, doğrudur. Zeynov zaman. Müəllimə. Marsda nəfəs ala bilərik. Xeyr, müəllimə. Niyə? Ala bilərik. Mars. Düz deyirsən, ala bilmərik. Çünki atmosfer çox nazikdir orada. Karbon qazından ibarət. Karbon qazı da bilirsən də CO2 də zəhərli qazdır. Sonra gəlir burada Məryəm. Bəli, müəllim. Məryəm, sən də görüm. Niyə isti hava yuxarı qalxır? Niyə isti hava yuxarı qalxır? Hı -hı. Qışda fikir vermirsən, aşağıda ayaqlarımız üşüyür. Yuxarıdan qalx. İsti hava yüngüldür ona görə. Sıxlığı azaldığı üçün yuxarı qalxır. Bəli, müəllim. Songül. Bəli, müəllim. İnsan niyə elektrik vuranda titrəyir? Niyə? Çünki elektrik sinirlərə təsir edib əzələləri istəmədən yığılmasına səbəb olur. Vüqar. Bəli, müəllim. Qravitasiya olmasaydı həyat necə olardı, ay Vüqar? Necə? İnsanlar, hava, su, hamısı hara yayılardı? Kosmosa da, düzdürmü? Bəli, kosmosda yaşayışlar. Yəni Planetlər də orbitdə qala bilməzdi, düzdür? bəli, müəllim. Yusif Əliyev. Bəli. Yusif, niyə göy üzünü mavi görürük? Başqa rəng görək də. Qırmızı görək, yaşıl görək, niyə mavi görürük? Müəllimə, çünki bəzi şeylərin birləşməsindən, atomların birləşməsindən müəllim mavi rəng alınır. Yəni, mavi işıq digər rənglərə nisbətən uşaqlar daha çox səpilir də. Atmosferdə mavi işıq səpildiyi üçün biz rəngi mavi görürük. Əslində amma göy üzü mavi deyil. Zəhra. Nə rəng? Rəng üzü. Bəli. Zəhra. Bəli, müəllim. İnsan vakuumda neçə saniyə sağ qala bilər səncə? Bax, saniyə deyirəm, ha, dəqiqə demirəm. İnsan vakuumda neçə saniyə sağ qala bilər? Bir. Yəni çox az da, düzdürmü? 10-15 saniyə maksimum. O da ki, huşunu itirməsən qala bilirsən. Çünki oksigen çatışmazlığı var orada.
Orada oksigen çox azdır. Hı. Ceyhun, Müəllim, günəş sönsə, yerə təsiri nə qədər sonra çatar bizə? müəllimə bitkilər azalır, susuzluq olur. Yox, yəni günəş sönübdür da, yerə təsiri nə qədər vaxta çatar? Vaxt. Az saniyədə. Təxminən 8 dəqiqə deyək də, məsəl üçün 20 saniyə falan. Müəllim, Səbəbi bilsən nədir? Çünki günəş işığının yerə çatması bu qədər vaxt aparır. Sonra Aynur Əmirova yazılmışdı, başqa şəxsdir. Kim idi o? Seymur müəllimə. Seymur. Seymur eşidirsən? Müəllim, Seymur, qara dəli işığı necə odur? Ümumiyyətlə, qara dəliyin cazibə qüvvəsi çox böyükdür, yoxsa kiçik? Bəli, çox böyükdür. siz sonsuz olur. Bəli, o qədər böyükdür ki, hətta işıq da oradan çıxa bilmir. Yaxşı uşaqlar.